Kimlərin duası Allah tərəfindən qəbul olunar? Dua, insanın Allahla əlaqəsinin ən təbii formasıdır. İnsan öz acizliyini, ehtiyaclarını və arzularını dua vasitəsilə uca yaradanına bildirir. Quran-ı Kərimdə dəfələrlə vurğulanır ki, Allah duaları eşidən və cavab verəndir. Bununla belə, bəzən insanlar dualarının cavabsız qalmasından gileylənirlər. Burada sual yaranır. Allah duaları qəbul etdiyini buyurduğu halda, niyə bəzi insanların duaları cavabsız qalır? Gəlin bu məsələni Quran-ı Kərim ayələri əsasında araşdıraq. Allah duaları eşidəndir. Quranda dəfələrlə qeyd olunur ki, Allah duaları eşidən və o dualara cavab verəndir. Bəqərə 186. Qullarım səndən mənim barəmdə soruşsalar, mən onlara yaxınam, mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlarla mənim çağırışımı qəbul edib, mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. Nəml 62. Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şərri sovuşduran və sizi yeryüzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbud mu var? Siz necə də az düşünürsünüz?Ğafir 60. Rəbbiniz dedi, mənə dua edin, mən də sizə cavab verim. Həqiqətən mənə ibadət etməyə təkəbbür göstərənlər cəhənnəmə zəlil olaraq girəcəklər. Belə məzmunlu ayələr Quranda çoxdur və bu ayələrdən göründüyü kimi Allah insanın səmimi duasına cavab verir. Lakin duanın qəbulunun şərtləri və səbəbləri mövcuddur. Kimlərin duası daha tez qəbul olunur? Quranda açıq şəkildə bildirilir ki, imana sahib olan və yaxşı əməl edənlərin duaları qəbul olunur. Əş-Şura 26. O, iman gətirib yaxşı əməl edənlərin duasını qəbul edər və öz lütfünü onlara artırar. Kafirlər üçün isə şiddətli əzab hazırlanmışdır. Bu ayə göstərir ki, iman və salih əməl dua qəbulunun əsas şərtlərindəndir. Sadəcə sözlə dua etmək kifayət deyil, insanın davranışları, əməlləri və niyyətləri də Allaha yaxınlığını müəyyən edir. Allaha necə yaxınlaşmağın yollarını əvvəlki yazılarımızda qeyd etmişdik. İnsanları Allaha ancaq yaxşı əməlləri yaxınlaşdıra bilər. Quran, Tövbə 99, Quran, Səbə 37. Quran müxtəlif ayələrdə yaxşı işləri geniş izah edir. Onlara aşağıdakılar dahildir. Ədalətli olmaq, yetimin malını yeməmək, yalan danışmamaq, ölçü və çəkidə aldatmamaq, ehtiyacı olanlara yardım etmək, israf etməmək, xəsislikdən çəkinmək, doğru şahidlik etmək və s. bunlar kimi əməllər. Quranda hansı əməllərin yaxşı və ya pis olması dəqiqliklə göstərilib. Bu əməlləri edən insanın duası dua qəbuluna daha yaxın olur. Çünki yaxşı əməl dua ilə iman arasındakı əlaqəni gücləndirir. Nəticə, Quran-ı Kərim açıq şəkildə bildirir ki, Allah duaları eşidən və qəbul edəndir. Lakin duanın qəbulunun əsas şərtləri mövcuddur. Səmimiyyət, iman və yaxşı əməllər. Yaxşı işlər görən, ədalətli davranan, insanlara zülm etməyən və Allahın əmrlərinə itaət edən şəxslərin duaları daha tez qəbul olunur. Beləliklə, dua yalnız dillə deyil, həm də əməl ilə də dəstəklənməlidir. Bu zaman insan həm bu dünyada, həm də axirətdə Allahın rəhmətinə nail ola bilər.